Ötən il Azərbaycan xarici ölkələrə ümumi dəyəri 169 milyon 864,9 min dollar olan 18674,6 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan fındıq ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri 9,1 dollar təşkil edib. Qeyd edək ki, fındıq ləpəsi ən çox Rusiyaya, Almaniyaya və İtaliyaya, ən az isə Səudiyyə Ərəbistanı, İsrail və Livana satılıb. Fındıq ləpəsi ən baha qiymətə Bolqarıstana, ən ucuz qiymətə isə Ukraynaya ixrac edilib. Ötən il fındıq ləpəsinin ixrac edildiyi ölkələr, ixrac həcmi və 1 kiloqramının orta gömrük dəyəri belə olub. Məlumat üçün bildirək ki, əvvəlki illərdən fərqli olaraq son zamanlarda bazarda fındıq ləpəsinin qiymətlərində kəskin bahalaşma müşahidə olunur. Rəsmi statistika göstərir ki, ötən ilin yanvar ayında fındıq ləpəsinin orta satış qiyməti 15 manat olduğu halda son bir ildə 40% bahalanaraq bu ilin yanvar ayında 21 manata yüksəlib.